Salam dostlar. Bugünkü videomuzda çox vacib bir sual üzərində dayanacağıq. İslamda ağıl nə qədər əhəmiyyətlidir? Bir çox insan düşünür ki, din və ağıl bir-birinə ziddir. Amma Quran ağlı tərifləyir, onu bəzən imanın tərəfdaşı olaraq görür. Həqiqətən də İslamda ağıl insanın ən qiymətli nemətlərindən biridir. Bəs görəsən bu ağılın dində rolu nədir? Gəlin birlikdə araşdıraq. Ağlın Qurandakı yeri. Quran bir çox ayələrində fikirləşin, düşünün, təfəkkür edin kimi ifadələrdən istifadə edir. Onlar cəhənnəm əhli deyəcək: əgər biz dinləsəydik və ya ağlımızı işlətsəydik, alov şölələri saçan od sakinlərinin içində olmazdıq. Bir surəsi 10-cu ayə. Deməli, ağlını işlətməyənlər cəhənnəm əhlidir. Bu, ağlın nə qədər vacib olduğunu göstərir. İnsan ağlı Allahın verdiyi ən böyük nemətlərdən biridir. Allah insana ağıl verərək ona doğru yol tapmağı, doğru qərarlar verməyi öyrədir. İslamda ağıl və iman arasındakı əlaqə. Ağıl imanın əsasını qurmağa kömək eləyir. Həmçinin İslamda iman sırf kör-köranə qəbul edilən bir şey deyil. İslamda inanmaq üçün düşünmək, anlamaq və araşdırmaq lazımdır. Həqiqi iman düşünən və anlayan bir imandır. Peyğəmbər də ağıl sahibi olan insanlara daha çox hörmətlə yanaşırdı. Məsələn, Allahın verdiyi ağlı istifadə edənlər kəlamı məşhurdur. İslamda ağıl sadəcə fəlsəfi və ya mənəvi anlayışla məhdudlaşmır. O, gündəlik həyatımızda qərar vermək, doğrunu yanlışdan ayırmaq və həyatın məqsədini tapmaq üçün vacibdir. Bir çox İslam alimləri və fəzilətli insanlar ağıl və təfəkkürlərini istifadə edərək İslamın inkişafında mühüm rol oynamışlar. Ağıl və nəfs. İslamda balans. Ağıl, nəfsin zövqlərinə qarşı bir balans qorumaq üçün istifadə edilməlidir. Ağıl və nəfsin savaşında ağıl qalib gəlməlidir. Nəfsin istəkləri ilə mübarizə apararkən ağıl bizi doğruya istiqamətləndirir. İslamda ağıl sadəcə bir fikirləşmə aləti deyil, imanın təməl daşlarından biridir. Allahın bizə verdiyi ağlı istifadə edərək doğru yolda addımlaya bilərik. Gəlin bu həyatda ağıl və iman balansını daim qoruyaq. Əgər sən də ağlını istifadə edərək öz həyatını və imanını daha da gücləndirmək istəyirsənsə, bu videonu paylaş və ağlın gücünü daha çox insana çatdır. Şərhlərdə ağlın həyatınızdakı rolunu bizimlə paylaşın. Bir sonraki videoda görüşmək ümidi ilə. Allah amanında.